Xanım Ümmülbənin istəyirəm adı çəkilsin bu məclisdə. Elə ki, gəlin gəlmişdi Həzrəti Əlinin evinə. Deyir, evdən, qapıdan içəri daxil olmadı. Deyirlər ki, bu roizə sözüdür, elə tarixdən oxuduğumu danışıram. Dedi ki, bu evin böyük qızı icazə verməsə girmərəm. Xanım Zeynəb gəldi, dedi, buyur içəri. Gəldi, birinci sözü bu oldu ki, uşaqları topladı, dedi, mən bu evə analığa gəlməmişəm, xanımlığa gəlməmişəm. Mən sizə kəniz olmağa gəlmişəm, bu evin kəniziyəm. Adı Fatimə idi. Hamı çağırırdı Fatimə, görürdü ki, Zeynəbin ürəyi qəmlənir. Zeynəbin ürəyinə dağ çəkilir. Hər dəfə Fatimə deyə çağıranda. Gəldi, dedi, ya Əmir əl-Möminin, hamıya tapşırım məni Fatimə adı ilə çağırmasın. Bu evin bir Fatiməsi var idi. Bu evdə bir Fatimə var idi. Mənim bu adla çağırmasın. Hər dəfə görürəm Zeynəb gedir otağına, anasının köynəyin qoyur qabağına, deyir, cavan anam. Məni Fatimə adı ilə çağırmasınlar. Ondan sonra Ümmülbənin dedilər. Əvvəlfəzə belə deyərdi. Deyərdi, Atoğuz Əmir əl-Möminin də elə bilmir, nə onlarla eyni dərəcədəsiz. Onların anaları Fatimədir. Siz onların xidmətçisiniz, nökərisiniz. Heç vaxt ona görə qardaş demədi Əvvəlfəz ağa. Dedi, Seyyidi, Mevlay, həmişə belə çağırardı. Ağam, sərvərim. Mədinədən İmam Hüseyin çıxanda hamı nəsiyyət elirdi getmə. İbn Abbas, Məhəmməd Hənəfiyyə, Ümmühani, İmam Hüseyin əleyhissalamın bibisi idi. Dedi, sen getmə, təhlükəli yoldur. Əvvəlfəz ağanın anası bir dəfə də belə söz demədi. O deyir, Mədinədən hərəkət eləyəndə Əvvəlfəz ağanı çəkdi bir tərəfə. Dedi, Əvvəlfəz, Hüseynsiz qayıtmayasan ha. Hüseyin olmayasan, qayıdasan, qəbul eləmərəm səni. Deyir, indi karvan qayıdır Mədinəyə. Bəşir deyir, gördüm bir vüqarlı xanım. Elə əzəmətli xanımdır. Yanında da bir uşaq da onun əlindən tutub gəlir. Öz-özümə dedim, ilahi necə deyim, 4 oğlu öldürdülər. Deyir, gələn kim dedi, Kərbəladan nə xəbər? Dedim ki, xanım, balalarınızdan bəzilərini öldürüblər. Belə dedim. Deyir, bir də soruşdu, deyir, görüm Kərbəladan nə xəbər? Dedim, xanım, balalarınızdan bəzilərini öldürüblər. Deyir, baxdı mənə, dedi, qəd qətə'tə mi'atə qəlbi. Dedi, ürəyimin bəndin qırdın, ürəyimin bəndin sındırdın, ürəyimi partlatdın. De görüm Kərbəladan nə xəbər? Avladi və mən təhtə xəzrai kulluhum fidau li Əbi Əbdillah. Dedi, balam da yerdə göydə nə varsa Əbi Abdullaha qurban olsun, Hüseynə qurban olsun. De görüm ki, nə baş verdi? Əxbirni anil Hüseyn, Hüseynin xəbərin ver mənə. Deyir, da bilmədim nə deyəm. Elə dedim ki, Hüseyni şəhid elədilər, xanım, başınız sağ olsun. Deyir, onda əyildi, uşağı götürdü qucağına, dedi ki, Əvvəlfəzin oğlu idi, dedi, başın sağ olsun, yetim qaldın. Deyir, dedim, xanım, mən demədim Əvvəlfəz şəhid olub. Dedim, balalarınızdan bəzilərini öldürüblər, Hüseyni şəhid eliblər. Dedi, oğlum, mən böyütmüşəm, qeyrətim mən bilirəm. Ola bilməz Hüseyin şəhid ola, mənim Əvvəlfəzim sağ qala. Deyir, birdən Zeynəbi gördü. Məktəl də oxuyuram sizə, tarixdir. Baxdı, dedi, xanım, siz tanımadı əvvəl. Zeynəbin saçı ağarmışdı, çox qocalmışdı. Baxdı, dedi, xanım, tanımadım, nə dəyişmişsiniz? Baxdı, dedi, şəyyəbətnil məsaib, müsibətlər məni qocaltdı, müsibətlər məni bu hala qoydu. Ondan sonra birinci sözü bu oldu, demədi Əvvəlfəzi necə öldürdülər. Dedi, mənim Əvvəlfəzlim necə idi, necə davrandı Aşura günü, necə rəftar elədi. Xanım Zeynəb baxdı, dedi, afərin olsun oğluma, vəfa göstərdi. Hüseynə vəfa göstərdi, su da içmədi. Keçən ildə bunu demişəm, evdə əzadarlıq məclisi idi. Xanım Zeynəb ağlayır, xanımlar ağlayır. Birdən deyir, xanım Zeynəb eşitdi ki, qapı tərəfdən, evin aşağı tərəfindən bir tanış səs gəlir. Hey, sızıldıya, deyir, məzlum balam, Hüseynim vay, Hüseynim vay. Deyir, gördü bir səs gəlir. Xanım Zeynəb deyir, durdu, gəldi, gördü qapının kəndarında, dedi, bu tanış səsdir mənə, bu kimin səsidir? Gördü Ümmülbənin də oturub ağlayır Hüseynə. Elə hey Hüseyin deyir, bir dəfə də balasının adını çəkmir. Deyir, xanım, burada niyə oturmuşsunuz? Dedi, bəs mən kənizəm, kənizin yeri kəndarda oturmaqdır, bəs harada oturum? Xanım Zeynəb də çox lütf elədi, dedi ki, ana, mənim indi anaya ehtiyacım var, bəs sən niyə kənardasan? İndi ana təsəllisinə ehtiyacım var. Deyir, əlindən tutdu, gətirdi məclisin yuxarı başına. Deyir, bir də soruşdu ki, mənim Əvvəlfəzimdən razı qaldın. Dedi, xanım, razı qaldım balondan, hər şeydən razı qaldım. Amma ürəyimdə bir gileyim var.
sənin oğlundan. Ürəyimdə bir gileyim var. Dedi, o nə gileydi elə? Deyir, atdan yerə düşəndə Hüseynə qardaş dedi, amma axıracan mənə bacı demədi.